Salam hörmətli tamaşaçılar, sabahınız xeyir olsun. Bu gördüğünüz yolda Sadıllı qəsəbəsinin vətəndaşları redaksiyamıza müraciət ediblər ki, piyada keçidi olmadığı üçün burada çox çətinlik çəkirlər. Keçid üçün, bax gördüyünüz kimi, bax bu maşınlar birbaşa vətəndaşların, uşaqların, məktəblərin üstünə şığıyır. Bu Gəd zavoduna gedən yoldur, Poş qəsəbəsində ərazisi üzrə yerləşir və bir daha qeyd edirəm ki, burada vətəndaşlar çox əziyyət çəkirlər. Hal-hazırda biz redaksiya olaraq, Patriot News olaraq bunu ünvanlandırırıq aidiyyatı qurumlara ki, bax bu ərazidə Sadıllı yaşayış məntəqəsindən yola çıxışda piyada keçidi nəzərdə tutulsun ki, uşaqların, böyüklərin, yaşlıların təhlükəsizliyi təmin olunsun. İndi isə mən sizdən xudafizləşirəm və gələn görüşlərə qədər özünüzü və yaxınlarınızı qoruyun. Sağ olun.